Yaxın Şərqdəki vəziyyətə nəzər salaq. ABŞ prezidenti xəbərdarlıq edir. Tehran razılaşma əldə etməsə, ölkənin elektrik stansiyaları və neft infrastrukturu hədəf alınacaq. İran isə İsrailə və Fars körfəzinə ballistik raket və tanker hücumları ilə qarşılıqlı zərbələr endirir. Yəni, müharibə davam edir. Bəs savaşın davam etməsi kimin xeyrinədir? İddialara görə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreyn müharibənin uzanmasını üstün tutur. Elə İran da sülhə tələsmir. Fərqli olan isə məqsədlərdir. Ləman Bayramının süjetini izləyək. Beynəlxalq mediada Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt və Bəhreynin İranla müharibənin dayandırılmasında maraqlı olmadığına dair iddialar tirajlanır. Lakin Tehranın raket və dron təhdidləri, enerji infrastrukturuna yönəlik risklər və Hürmüz boğazındakı gərginlik fonunda bu xəbərlər bir qədər ziddiyyətli görünür. Çünki mövcud vəziyyət körfəz ölkələrinin həm iqtisadi dayanıqlığını, həm də təhlükəsizlik sistemlərini birbaşa hədəfə alır. Belə bir riskli zamanda yayılan məlumatlar bölgədəki strateji hədəflərə çox şaxəli prizmadan yanaşmağı zəruri edir. Bununla bağlı rəsmi bəyanatların olmamasını nəzərə alsaq, yəni buna biraz skeptik yanaşmağımız əlbəttə ki, düzgün olardı. Bəli, biz onu heç bir halda rədd etmirik ki, əslində İran və Ərəb ölkələri arasında uzun illərdir ki, yəni narazılıqlar var. Bəli, bir sıra ölkələrlə İranın münasibətləri kifayət qədər müsbət və dinamik olub, amma bir sıra Ərəb ölkələri ilə İranın münasibətlərində burada tarixi köklər də var, burada müasir çağdaş qlobal siyasətin yaratdığı fəsadların izləri də görsənir ki, bəli, problemlərin olduğunu söyləmək olar. Beləliklə, müharibənin dayandırılması məsələsi daha mürəkkəb strateji ssenarilərlə əvəzlənir. Ekspertlərə görə körfəz paytaxtları üçün önəmli o atəşkəsdir ki, bununla Tehranın regional təhdid imkanları məhdudlaşdırıla bilsin. Beynəlxalq medianın xəbərlərində nəzərdən qaçan budur ki, həmin ölkələr müharibənin o vaxta qədər davam etməsini istəyirlər ki, İran artıq onlar üçün və qlobal iqtisadiyyat üçün bir təhlükə olmaqdan çıxsın. İranın isə artıq belə bir təhlükə olmaması üçün ya gərək dini siyasi rejim sona çatsın, ya da bu rejim Birləşmiş Ştatlar və İsraillə elə bir razılığa gəlsin ki, həmin razılaşma nəticəsində İran öz nüvə silahı proqramını bərpa etməsin, Hörmüz boğazını bloklamasın və ABŞ-ni vura biləcək ballistik raket proqramını yenidən qurmasın. İranın müharibəni indiki mövqedə bitirməsi onun regional zəfər bəyanatı ilə eyni məna daşıyacaq və Tehranın yaxın şərqdəki yeni hədəfləri körfəz paytaxtları üçün ciddi təhlükə siqnalı hesab olunur. Analitiklərə görə bu bölgədə yeni bir gərginlik mərhələsinin başlanğıcı deməkdir. Bir digər əsas məqam isə bugün İranla danışıqlar masasında ən çox səsləndirilən fikirlərdən biri məhz proksi qüvvələrlə bağlıdır. Düşünürəm ki, Livanda, Yəməndə, İraqda, Suriyada və fərqli Orta Şərq ölkələrində silahlı birləşmələri dəstəkləməklə, Hizbullahı, Husiləri dəstəkləməklə artıq İran körfəz ölkələri üçün nə qədər ciddi təhdid yarada biləcəyini aydın şəkildə ifadə edib. Xüsusilə Husilərin fəaliyyəti Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistan üçün ciddi təhdidlər yaradır və onların hücumların nəticəsində ən çox əziyyət çəkən ölkələr də məhz onlardır. Ziddiyyətli bəyanatlar fonunda müharibənin sonunu proqnozlaşdırmaq çətinləşir. Gərginliyin daha da dərinləşməsi isə qaçılmazdır.